Həmişə fikirləşirsən, görəsən İslamla yaşamaq, yəni necə olan bir hissdir? Görəsən mən bunu bacara bilərəmmi? Çünki bir öhdəliklər alırsan. İdmanla məşğul olurdum, karate ilə məşğul olurdum, yığmanın üzvüydüm, belə deyək. Davalar olurdu, yəni məhəllədə, çöldə, bayırda, məktəbdə qaranlıqdan qorxmağa başladım. Halbuki özümü cəsur tanıyırdım. Fərqli şeylər mənə görünməyə başlayırdı, belə deyək də. Mənə elə gəlirdi ki, mənə görünürdü. Hər dəfə namaza aid ayətlər gələndə elə bir özümə bir üzr axtardım ki, mən iman gətirmişəm, Quran oxuyuram, namazda başlayaram. Elə bir ki, gözümün qabağından bir sədd qalxdı və məndən asılı olmadan gözümdən yaş gəldi. Mən yaşım olardı. Mən dərk elədim ki, bu dünya üçün nə üçün gəlmişik. İnsanlar bəzən mümkün olmayan şeylər üçün də dua etsinlər Rəblərinə. Görünməyən yerdən Allah onları yetirər. Mən İslam'a gəlməyimdə əlbəttə ki, həmd olsun Allaha, hamımız borcluyuq və biz layiq olmadığımız halda bizə Allah hidayət etdi. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hamını salamlayıram. Allah düşünürəm ki, bu danışığımızı faydalı eləyər. Adım Süleymandır. Mən 32 yaşım olacaq inşallah. Özüm satış sahəsindəyəm. Beynəlxalq satışlar və fərqli şirkətlərdə, yerli və xarici şirkətlərdə biznesin inkişafı və beynəlxalq satışların inkişafı ilə məşğul olmuşam. Təhsilim burada mühasibatlıq və auditdir İqtisad Universiteti. Xaricdə isə Macaristanda təqaüdlə oxumuşam. Burada isə biznesin idarə etməsi üzrə. Belə deyim, ümumiyyətlə insanın həyatı fərqli mərhələlərdən ibarətdir. Yəni kimisə bunu bağça, məktəb, universitet, əsgərlik, deyək, iş, karyera, ailə həyatı kimi bölə bilir. Mən bir müsəlman olaraq düşünürəm ki, həyat iki hissədən ibarətdir müsəlman üçün. Yəni biri onun İslamdan öncə yaşamı, biri isə İslamın dadını alandan sonra yaşamı. Yəni ümumiyyətlə mən də sıravi bir insanlar kimi, yəni Azərbaycanda böyümüşəm. Burada İslam barədə bəzi məlumatlarımız olub, azan eşitmişik, bəzi günlərdə Quran eşitmişik. Amma tam belə deyək də İslamı anlamaq, İslamı düşünərək fəhm etmək kimi imkanım çox olmayıb. Düzdür, əlhəmdülillah evdə həmişədən bizə təbliğ edirdilər ki, biz müsəlmanıq, namaz qılmaq lazımdır və evdə atam namaz qılırdı. Mən gənc yaşlarımdan bunu görürdüm. Anam həmişə bizə üçün dua eləyirdi. Qohumlarımızdan əmilərimiz namazda olub, həcümrə ediblər. Bu kimi nümunələr olurdu. Amma insan özü, yəni anlamayanda, tam bunu araşdırmayanda həmişə fikirləşirsən, görəsən İslamla yaşamaq, yəni bu necə olan bir hissdir? Görəsən mən bunu bacara bilərəmmi? Çünki bir öhdəliklər alırsan. İslamla ilk tanışdığım bayaq qeyd etdiyimdən əlavə İslam barədə Qurani-Kərimin möcüzələri bir kitabı var idi. Balaca bir kitab idi, fərqli dillərdə. Bizim evdə var idi və mənə maraqlı gəlirdi. Onun içində olan şəkillər və s. Mən ondan biraz oxuyurdum. Evdə də deyirdim ki, oxuyun, evdəkilər də, valideynlərim oxuyurdu. Bundan sonra məhəllədə, orada, burada da İslam barədə bəzi məlumatlar alırdım. Amma tam olaraq, yəni belə deyim, Quranı oturub oxuymamışdım, namaza da başlamamışdım. İslamla tanış olmamışdan öncəki həyatım biraz fərqli idi. Yəni idmanla məşğul olurdum, karate ilə məşğul olurdum, yığmanın üzvüydüm, belə deyək. Davalar olurdu, yəni məhəllədə, çöldə, bayırda, məktəbdə. Özümün yəni pis xislətləri olurdu. Yəni məsələn, ərköyünlüm olurdu. Sonra məsələn, məhəllə davakar kimi tanıyırdılar bəzən məni, futbolda və s. və axır. Bəzi pis, mənfi xislətlərim var idi ki, tam da özümü, necə deyim, müsəlman kimi də büruzə verə bilmirdim. Və boş vaxtlarımda da belə deyək, fərqli qorxulu kinolara baxmağa maraqlı gəlirdi mənə. Gecə saat 3-ə qədər oturub baxırdım. Və bir zamanlar mən gördüm ki, bu mənə çox pis təsir eləyir. Yəni qaranlıqdan qorxmağa başladım. Halbuki özümü cəsur tanıyırdım. Fərqli şeylər mənə görünməyə başlayırdı, belə deyək də. Mənə elə gəlirdi ki, mənə görünürdü. Və idmanda da baxırdım ki, bəzən nəticələrdən sonra zədələr və çətinliklər yaranırdı. Məşqdə də mən görürdüm ki, bəzi məşq yoldaşlarım ibadət eləyir və qıraqdan həmişə yaxşı mənada həsəd eləyirdim onlara. Bizdə dediyim kimi evdə namaz qılsalar da, ətrafda namaz qılanlar olsa da belə bir təpki olmurdu ki, qardaş, sən də namaz qıl, sən də başlayasan bəlkə. Amma həmişə ürəyimdə var idi, istək var idi, oruç tutmaq, namaz qılmaq. Mən də deyirdim, mən həmişə qılmaq istəyirəm, amma addım ata bilmirdim, qorxu var idi həmişə özümdə. Bir gün məndən qat-qat böyük bir məşq yoldaşımız, Allah ondan razı olsun, o bir gün mənə dedi ki, Süleyman, niyə namaz qılmırsan? Quranı niyə oxumursan? Axı sənin əmilərin, sənin atan namaz qılır, sən də belə olmalısan. Mənə bir qəribə bir hisslər gəldi və mən düşündüm ki, mən də bu barədə öyrənməliyəm. Mənə bir dənə kitabça verdi, balaca bir kitabça. Atdım onu sumkama, dedi ki, onu oxuyub mənə deyərsən, danışarsan. Sumkama atdım, elə evə gəldim, atdım onu qırağa, heç açıq oxumadım. Bir həftə sonra məndən soruşdu ki, kitabı danış. Çox pis hala düşdüm. Mənə biraz danladı, Allah ondan razı olsun. Dedi ki, gələn həftə bunu danışmasa mən səndən küsəcəm. Xətrini çox istəyirdim, çox şey də öyrənirdim. İndi həmən şəxs Almaniyada yaşayır. Eşidirsə buradan salamlarımı çatdırıram. Ondan sonra oxudum.
İlk vərəyi oxuyandan sonra kitabçada ümumiyyətlə bu dünyaya niyə gəlmişik? Bizi Allah niyə yaradıb? Bizdən qıraq başqa varlıqları, cinləri niyə yaradıb? Bizim düşmənlərimiz kimdir? Ən böyük düşmənimiz şeytan, iblis olduğunu bildirir. Bizi qoruyanlar nədir? Mələklərdir, Allahdır. Bu barədə məlumatlar verir. Peyğəmbərlər barədə məlumatlar verir. Kitablar barədə məlumat verir və bütün ümumiyyətlə yaradılış və bu dünya nə üçündür və axirət nə üçündür məlumatlar verir. Bunu oxuyanda ilk Quran möcüzələri kitabı yadıma düşdü. Sonra mənə İslam barədə kim nə danışırdı, o barədə yadıma düşdü və elə bir ki gözümün qabağından bir sədd qalxdı və məndən asılı olmadan gözümdən yaş gəldi. Mən yaşım olardı. Mən dərk elədim ki, bu dünya üçün nə üçün gəlmişik. Bundan sonra bizdə İslami kitabları oxumağa başladım. Oxuyacağım əlbəttə ki, ən maraqlı kitab mənim üçün o zaman Qurani-Kərim idi. Çünki heç vaxt oxumamışdım. Bizdə Qurani-Kərim təfsir kitabı var idi. Yəni burada artıq təfsilatlı həm ayəti izah eləyir, həm onun nazil olma səbəbini izah eləyir. Onu necə anlamaq lazımdır və 14 yaşından mən artıq təfsir kitablarını oxumağa başladım. Səhv etmirəmsə 3 cild idi. Onu elə yayda bitirdim və ondan sonra bir il ərzində bir də bitirdim və ətrafımda olan məktəb yoldaşlarına da tövsiyə eləyirdim. Və İslami elmlərim artdıqca da mən artıq əvvəl nə sərf eləyirdim, yanlışlıqlarımı görməyə başlayırdım və elə bil ki, ətrafımı da ona uyğun dəyişməyə çalışırdım, amma tam dəyişə bilmirdim. Bundan sonra bir dönəm gəldi, hamı kimi mən də başladım instituta hazırlaşmağa və artıq əvvəl oxuduğum qədər oxuya bilmədim. Yalnız bəzi günlər Quranı oxuyurdum, amma yenə də oxumağa çalışdım, amma namaza başlaya bilmirdim. Hər dəfə namaza aid ayətlər gələndə elə bir özümə bir üzr axtardım ki, mən iman gətirmişəm, Quran oxuyuram, namazda başlayaram. Başqa əmrlər barədə oxuyanda deyirdim ki, vaxtım var, cavanam, gəncəm. Amma illər keçirdi və mən namaza başlaya bilmirdim. Sözümə söz vermişdim, instituta girəndən sonra artıq başlayacağam, amma gördüm ki, artıq bir ildir institutun artıq bir ilini bitirirəm, amma mən namaza başlamıram. Və onda anladım ki, namazdan uzaq qalan insan daha da çox günahlara batır və onun ətrafı ona da uyğun formalaşır və insan namaza yaxınlaşmaqdansa uzaqlaşır. Və mən gördüm ki, namaza başlamaq insanın ixtiyarından asılı olan bir şey deyil. Yəni nə mənada? Mən istədiyim gün saat 5-də başlayacağam kimi deyil. Burada mütləq ki, Allahın dəstəyi, Allahın köməyi, Allahın hidayəti. Yəni halbuki mən Quran təfsirləri oxumuşdum. Mən artıq Quran möcüzələrini bildim və mən yəqin hala gəlmişdim. Amma namaza başlamaq bir Allahın köməyindən asılıdır. Və mən öz acizliyimi anladım və Ramazanı 1-2 gün qalmış mən dua etdim Rəbbimə. Bulvarda özüm üçün gəzirdim ki, Allahım sən mənə kömək etməsən, mən namaza başlaya bilməyəcəm. Həmd olsun, elə bir ki, o gündən sonra gecə fikirləşdim və sabahsı gündən atam hər namazda duranda, sübh namazında duranda mən onu izləməyə başladım və günorta atama dedim ki, ay atam mənə namaz öyrət. Atam da sağ olsun, yəni məni çox çətinləşdirmədi. Dedi dur yanıma və təkrarla öyrənirik. Sonra mənə kağız verdi, oradan öyrənməyə başladım və beləliklə 2 gün ərzində namazı çox gözəl şəkildə öyrəndim. Ondan sonra oxumağa başladım. Məhəllə yoldaşlarımızdan bizə məsələn Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin həyatı barədə danışanlar oldu, kitablar verənlər oldu və beləliklə məscidlərə getdim. Bundan sonra əlbəttə ki, namaza başlayandan sonra insan istər-istəməz çirkin əməllərdən uzaqlaşır, pis əməllərdən uzaqlaşmağa çalışırsan, özünə bir belə deyək də düzən verirsən ki, daha yaxşı olasan, çünki sən artıq İslamı təmsil edirsən. Mən də institutda oxuyurdum, ətrafımda belə deyək, fərqli idi. Yəni namaz qılan insanlar yox. Düzdür, hərəsinin öz faydalı tərəfləri olurdu. Amma görürdüm ki, hər dəfə mən məsəl üçün məscidə getmək istəyəndə və yaxud deyək ki, hansısa bir işlə məşğul olmaq istəyəndə, onlar daha çox mənə başqa işlərlə məşğul olmağı təklif edirdilər və mən gördüm orada mənə fayda yoxdur. Düzdür, mən dəvət edirdim, amma görürdüm ki, hər dəfə mən anladığımı onlar anlamır və yaxud onlara biraz qərib gəlir. Onlar da mən əvvəl etdiyim kimi, yəni daha sonra vaxt taparam, namaz qılaram və s. Gördüm ki, dəvət etməyimə rəğmən hər adam məni anlamır. Və düşündüm ki, mənim ətrafım daha çox dindar insanlar olmalıdır. Yəni mən necə fikirləşirəm, mənim inanclarımı bölüşdürən insanlar olmalıdır və elə insanları axtarmağa çalışdım. Bu da əlbəttə ki, mən gözləməyən yerdən oldu. Universitetdə namaz vaxtları oldu və namaz vaxtlarını qılmaq üçün axtarırdım, harda qılım. Namaz üçün yuxarıda bir yer tapmışdılar namaz qılan uşaqlar və orada bəzi qardaşlarla tanış oldum və indiyə qədər də olar, 13-14 ilə yaxın dostluğumuz var həmən o qardaşlarla və belə deyək, sonra onlarla da bəzi fikirlərimizi bölüşürdük, təzə dostlar tapmağa çalışırdıq və mən dua etmişdim. Yəni ya Rəbbim, mən bu insanlarla yaxınam, amma onlar mənə fayda vermir. Sən mənə daha yaxşı insanları görməyə, onlarla tanış olmağa nəsib elə. Və bir neçə ay ərzində mən ətrafımın necə dəyişdiyini, yəni gördüm və təəccübləndim yəni. Elə bir ki, insanlar özləri gəlirdi qabağıma. Yəni məsciddə birini tanışırdım, bir məsələn telefonla danışırdı, ona dedim ki, telefonla danışma. O bir dostluğa çevrildi yəni. Halbuki belə necə deyim, dostluq üçün danışmamışdım. Başqası ilə
fərqli yerdə tanış olursan, başqasına bir iş yerində tanış olursan, gördüm ətrafım dəyişdi. Sonra institutu bitirəndən sonra əsgərlik dövrü gəldi və artıq bir neçə il namaz qılırdım və artıq bəzi biliklərim var idi. Ətrafım da yavaş-yavaş dəyişirdi. Əsgərlik dövrü də əlbəttə ki, mən də sıravi bir vətəndaş kimi bilmirdim hara düşəcəm, necə olacaq və bəzi yerlərdə namaz qılmaq problemləri olurdu. Mən dua etdim və düşündüm ki, Allah mənə kömək edər ki, mən ibadətlərimi edə bilim. Və əsgərlik dövründə də bəzi sıxıntılar oldu. Mən Lənkəran tərəfə düşdüm. Çox çətin olurdu. Yəni əsgərlikdə ümumiyyətlə hər bir şey nizam-intizamdadır və orada bir boş vaxt olmur əsgərin. Yəni elə bir sistem elə qurulub ki, boş vaxt olmur. Bəzən 5 dəqiqə vaxtı insanlar misal üçün əl-üzünü yumağa sərf eləyəndə o vaxtda Allah bərəkət verir və sən dəst namazı alırsan və gedib vaxt tapıb namazı qılırsan və namazı qaçırmırsan. Bəzən sübh namazı çətinlikləri də fərqli əsgərlərin dəstəyi ilə olurdu. Onlar buzinik yoxdur, yəni gecəni yatmırlar, onlara bildirirsən ki, onlar durğuzda və belə çətinliklər olurdu. Amma mən hər cümə günü əsgərlikdə dua edirdim ki, Allahım mənə cüməyə getməyi nəsib et. Çünki cümə əmr olunub, amma cüməyə gedə bilmirsən, çünki əskərsən. Açığı dua eləyəndə mən çox inanmırdım ki, mən əsgərlikdən necə gedə bilərəm cüməyə. İnancım yox idi, yəni 5-6 aydır mən əskərəm. Bir dəfə hərbi xidmət yerindən çıxmamışam çölə. Cüməyə necə gedəcəm? Dua edirdim. Burada da yəni göstərdim odur ki, insanlar bəzən mümkün olmayan şeylər üçün də dua etsinlər Rəblərinə. Görünməyən yerdən Allah onları yetirər. Və elə oldu ki, bir gün atamla danışanda atam bildirdi ki, sən yığmanın üzvüsən və Karate Federasiyası məktub yazıb ki, sən toplantılara qoşulasan, xaricdə təmsil edirsən yarışlarda və Türkiyədə yarış var və sonra Respublika çempionatı var və s. Mən açıq birinci inanmadım. Sonra amma mənə bir inam gəldi ki, bəlkə bu anlar. Bir ay yaxın mən gözlədim və fikirləşirdim ki, insanlar bu məsələni həll edəcək. Federasiya rəhbərlikləri, nazirliklər və s. Və elə bil ki, güvənimi onlara buraxdım. Dualarım azaldı elə bil və güvən o tərəfə bağlandı və təvəkkül elə bil ki, biraz o tərəfə yönəldi və bir ay nəticə olmadı. Bir gün komandir məni çağırdı və dedi ki, sən Türkiyədə olmalısan, artıq aeroportdadırlar cəmaət, çıx get. Mən dedim, hara gedirəm, yəni bir mənə istiqamət verin. Əlaqə saxladılar və bildilər ki, artıq gecdir. Türkiyə yarışa gedənməzsən, çünki artıq gecdir, məktub bir ay qabaq yazılıb. Mən çox peşman oldum, çox pərişan oldum. Amma ondan sonra başqa bir məktubla mənə dedilər ki, başqa bir yarışa hazırlaşacaqsan və bu zaman yenə mən bir ay ümidli qaldım və yenə də güvənirdim ki, məsələ alınacaq. Sonra bir zaman gəldi, vaxt keçir, heç bir nəticə olmur və mən bir an fikirləşdim ki, necə ki Yusuf Peyğəmbər əleyhissalam gözətçiyə deyir ki, sən gedib məsələmi çatdırasan şaha, padşaha. Mən də elə bir ki, həmişə zəng elirdim ki, bəs nə oldu məsələ, müəllimlər niyə bu məsələni tələsdirmir, federasiya niyə üstünə düşmür, mən buradayam, hələ də mənim yığmaya qatılmaq məsələm uzanır. Mən dedim ki, bunlar hamısı insanlardır, bu insanların hamısını Allah yaradır və Allah Taala güc-qüvvət verməsə, bu məsələ alınmaz. Elə bunu ürəyimdən keçirəndə mən də həmin bir xidmət yerində idim. Bütün məktublar ora gəlir. Həmin saniyə ora məktub gəldi. Oranın əskəri çağırdı ki, Süleyman, burada sənin adın çəkilir. Mən artıq bilirdim ki, o duamın icabətidir. Ona bəkdən onu oxumağını xahiş etdim və oxuyanda ürəyimdə elə bil ki, çox kövrəldim. Sonra getdim, şükür səcdəsini etdim. Həmin gün məni Bakıya göndərdilər. Bakıda artıq mən sabahsı gün məşqlərə qoşuldum. Səhər çıxırdım, axşam qayıdırdım. Və bu zaman da mən həm məşqə gedirdim, həm ev yeməyini yeyirdim. Yəni orada bir kontrol yox idi. Bütün hamısı federasiya rəhbərliyinin məsuliyyəti altındaydı. Məşqlərə gedirdim, bəzən gündə 2 dəfə, bəzən hansı müəyyənlər günlərdə və cüməyə gedə bilirdim. Yəni bu mənə imkan yaradır ki, mən Bakıda cüməyə gedə bilim. Və bu da mənim duamın bir qəbul olması idi, düşünürəm. Əlbəttə ki, bu mənim bir hidayətimdir və mən İslam'a gəlməyimdə əlbəttə ki, həmd olsun Allaha hamımız borcluyuq və biz layiq olmadığımız halda bizə Allah hidayət etdi və necə məni və başqa müsəlmanları və mən fikirləşdim ki, həm başqalarına faydalı olsun. Öz YouTube kanalımı və başqa şəbəkələrdə də həmişə orada müsəlman olduğumu bildirirəm və faydalı olmağa çalışıram və fərqli müsəlmanlarla tanış olmağa çalışıram və bu da əlbəttə bir ideya gətirdi ki, podkast ideyası və mən YouTube kanalımda artıq bir ildən çoxdur ki, podkast edirik. Burada da fərqli sahələrdə olan müsəlmanları çağırırıq. Bu həm IT, bu həm startaplar, psixologiya, biznes, neft, qaz və başqa sahələrdə olan ekspertlər öz həyat hekayələrini, öz karyera təcrübələrini paylaşmağa çalışırlar ki, bu da cəmiyyətə faydalı olsun. Söhbətimin əvvəlində dediyim kimi var insanlar ki, onlar həyatını bölür mərhələlərə. Mən dediyim kimi bölürəm bunu 2 yerə, İslamdan qabaq və İslamdan sonra və mən düşünürəm ki, İslamdan sonraki dövrüm mənim həyatımda daha böyük uğurlara aparıb. Həm bu idmanda olsun, həm bu işdə olsun, karyerada olsun, həm şəxsi inkişafımda, həm
ətrafım genişlənməyə, bu gün mənim ətrafımda çox faydalı müsəlman dostlar, qardaşlar var. Allah onlardan hamısına razı olsun. Yəni baxırsan ki, İslam gələndən sonra sənin həyatın nurlanır. Yəni sənin həyatın dəyişir və həyata bərəkət gəlir. Bu bəzilərində fərqli, qəribə gələ bilər. Bəziləri səni qınaya bilər, amma sən həmişə öz istədiyi və doğru getməlisən və necə deyirlər, özün necəsənsə elə olmağa çalışmalısan və gecə sonu səni anlayacaqlar. Bu gün əvvəl məsəl üçün fərqli insanlar bizi anlamırdı. Bu gün baxırsan ki, anlayır və əvvəl məsəl üçün İslama qarşı düşmənçilik edən insanlar bəzən bir də görsən yazırlar, eləyirlər, hansısa bir məsciddən bir nəsə göndərir və yaxud hansısa bir ayətdən nəsə göndərir, dua göndərir və yaxud hansısa bir paylaşıma dəstək göstərir. Məni çox sevindirir. Burada da bir işarə var ki, biz bilmirik hidayət ha vaxtdır və kimə ha vaxt nəsib olacaq. Ona görə buradan dinləyən izləyicilərə də bildirmək istəyirəm ki, heç vaxt gec deyil, amma addım atmaq lazımdır. Allahdan istəmək lazımdır ki, Allah istəyənə verir. İstədiyini verir. Ona görə də biz Allaha addım ataq ki, Allah Subhanahu taala da bizə hər bir işimizdə müvəffəqiyyət versin. Ən böyük müvəffəqiyyət də əlbəttə ki, cənnətə girməkdir. Bu həyatımızı elə yaşamaq lazımdır ki, axirətimiz də gözəl olsun bu dünyamızda. Allah Subhanahu taala hamımıza bunu nəsib etsin. Amin.